Şəhər mühitində hər birimiz gündəlik 1,5 kiloqram tullantı yaradırıq. Bu tullantılar həm də təkrar emal üçün əhəmiyyətli xammaldır. Balaxanı Sənaye Parkında bu xammaldan hansı məhsullar hazırlanır? Bugün onu öyrənəcəyik. Rezident tərəfindən tullantılar təkrar emala cəlb olunaraq onlardan müxtəlif məhsullar əldə olunur. Misal üçün bizim dayandığımız hal-hazırda bu müəssisə plastik tullantıları təkrar emala cəlb edərək onlardan bax gördüyünüz bu kimi məhsullar əldə edir. Misal üçün bu gül dibçəyidir, bu isə plastik meyvə tarasıdır. Yəni bir sözlə plastiki biz təbiətdə görəndə ətraf mühitin çirkləndiricisi kimi baxırıq. Amma bir sahibkarın əlinə düşəndə, təkrar emalla məşğul olan bir sahibkar bunu istehsal prosesinə cəlb etdiyi halda bu bir dəyərə çevrilir və yenidən bizim istifadəmizə qayıdır. Balaxanı Sənaye Parkına bu günə qədər nə qədər investisiya qoyulub və hansı dəyərdə bir məhsul istehsal olunub? Qeyd edim ki, 2017-ci ildən indiyənə qədər Balaxanı Sənaye Parkına 55 milyon manat dəyərində investisiya qoyulub və ötən müddət ərzində 324 milyon manat dəyərində məhsul istehsal olunub ki, bunun da 27 milyon manat dəyərində olan hissəsi xarici ölkələrə ixrac olunub. Bax, elə ixrac olunan məhsullardan biri budur. İşlənmiş mühərrik yağları sonraki mərhələdə təkrar emala cəlb olunaraq solidol və litol yağlarına çevrilir. Balaxanı Sənaye Parkındakı bu müəssisədə isə plastik qutuların təkrar emalı ilə məşğul olunur. Orxan müəllim, bu xammaldan daha sonra hansı məhsullar istehsal olunur? Qeyd edim ki, bu bizim istifadə etdiyimiz PET butulkalar ki var, plastik butulkalar deyirik. Həmin o plastik butulkaların sonraki mərhələdə əmələ gəldiyi xammalıdır və bu xammal təkrar emal məhsulu olaraq yuyulub, doğranıldıqdan sonra ipliklərə çevriləcək və tekstildə bu məhsuldan istifadə olunacaq. Orxan müəllim, ümumiyyətlə bu müəssisə də maraqlı bir müəssisədir. Çünki biz qapıları normalda ya taxtadan ya da plastikdən görürük. Bu qapıların digərlərindən fərqi nədir? Demək, bu qapılar kompozit materialdan hazırlanıb. Bu həm ağac materialı var tərkibində, eyni zamanda plastik var. Hər iki, belə deyək, tullantının birləşməsindən bu şəkildə keyfiyyətli bir məhsul, yəni tullantılardan istehsal olunub. Sizin bax əlinizdə tutduğunuz görürsünüz, bunlar xüsusən hovuzların ətrafına ehtiyac olur ki, elə bir material olsun ki, su dəyəndə şişməsin. Və bu şəkildə materialdan olan təkrar emal məhsulundan istifadə edərək biz həmin o ehtiyacları ödəyə bilirik. Hal-hazırda Balaxanı Sənaye Parkında son statistik göstəricilər 1354 nəfər bu məkanda 2017-ci ildən bugünə qədər işlə təmin olunub. Bu da tullantıların təkrar emalının təbiətə, ətraf mühitə faydalı olması ilə yanaşı, eyni zamanda insanlar üçün yeni iş yerlərinin yaradılması deməkdir. Və bu şəxslər də təsəvvür edin, yaşıl iqtisadiyyatın inkişafına, ölkədə təkrar emalın genişlənməsinə öz töhfələrini verirlər. Bu kimi yerli müəssisələrin fəaliyyəti həm məişət tullantılarının azalması yolu ilə ətraf mühitin mühafizəsinə, həm də müxtəlif istehsal sahələrinin inkişafına töhfə verir.